Salam əziz izləyicilər, 12 iyun 2025-ci il. Deməli bura Bakı, buradan da belə gedir Şuşalıqçı magistral yoldur. Özü də çox sürətli yoldur. Gəlmişik bu Ağdamır Uzundərə şəhidlər xiyabanını ziyarət eləməyə. Bunların da şəhid yaxınlardır, şəhid ailələrdir, gəliblər. Buyurun ağsaqqal, bu yoldan keçə bilmirik. Bu haqda nə deyə bilərsiniz? Yaşlı adamsınız. Şəhidlərin hamısı bizimkidir. Hamısı bizim balamızdır, qardaşımızdır, əzizlərimizdir. Bəli. Yol qoymaq lazımdır. Və tərcih hamı öz ölüləri ziyarət edir. Biz də gələndə rahat buradan keçək gedək, şəhidlərimizi ziyarət edir. Nə qədər buradan aşmalıyıq, oyca. İndi siz kimə müraciət edirsiniz buradan? Ki bu yolu... Aidiyyatı qurumlara müraciət edirik ki, olmasa burada şərait yaradılsın ki, buradan rahat cəmaat təkcə bizdən getmir söhbət. Bunun kadını var, yaşlısı var, cabanı var. Bir rahat yol olsun, keçək gedək. Bugün ayın 12'sidir. Milli qəhrəman Allah verdi Bağırovun anım günündən. Buradan gələn hər bir 845'in bütün o döyüşçüləri 1-ci Uzundərə qəbirstanlığının şəhidlərimizi ziyarət edib sonra Ağdama keçirik. Yəni Bərdədən, Bakıdan, Şəkidən gələnlər 1-ci buradan gəlir. Burada da heç bir yer yoxdur ki, çıxıb o şəhidlərimizi yad edək. Biz adiyyatı qurumlardan xahiş edirik. Öz köməklərimizdən əsirgəməsinlər. Çünki hər bir ana bu yoldan keçə bilməz. Xahiş edirəm bu yollara biləcək ki, hamısı bir ana, ağ bir şey ana buradan keçib oğlunun, evladının ziyarət edə bilər. Əndədə xanımı da mən gördüm, çox şad oldum. Çox sağ olun, təşəkkür edirəm. Bu Uzundərə haqqında danışıb, bu Uzundərə Şəhidlər Xiyabanı 92-ci, 93-cü illərdə salınıb. Bəli, bəli. Buradakı çoxu gənc şəhidlərimizdir. Bəli, bəli. Onların anası, bacısı bura ziyarətə gəlmək istəyirlər. Bəli, bəli. Analarının da təxminən onları 75-80 80-a arası. O 80 yaşında qadın, bax mən bayaqdan fikirləşirəm ki, hara yaxşıdır, oradan atlanım keçimini bir balaca mən bir cavanam. Bu 80 yaşında adam, qadın. Kəndə düşünmürlər ki, bəs bu yaxşı. Bu ziyarətgahsa əgər, əslində Ziyarətgahdır, bu bəli. ziyarətgaha bir yol qoymaq lazımdır. İndi ağsaqqal keçsin görüm nə tər keçir. Heç yerə keçitmək yox. Valla keç Nə görək, qədər yavaş keç görək. Mən özüm 2 dəfə miniyə düşmüşəm. Bəli. Qılçalarım zəifdir. Amma burada mənim şəhidim var. Mən nətər gedim, bax burada nətər addayım, bu qılçam işləmir. Yox. Keç görüm nə tər Keçə keçsin. bilmirəm axı. Keçə bilmirəm, ayağımı qaldıra bilmirəm bax buradan ki, mən onu keçə bilmirəm. Çünki mən miniyə düşəndən sonra böyükəm tram bağmışam. Axı mənim burada şəhidim var, mənim burada ağsaqqalım var. 92 ildə burada şəhidlərim var mənim. Məcbur da belə keçir. Onsuz da 2022-ci ildə bu yana, bax bu mən neçə dəfədir gəldim, bax belə çəkmişəm. Bir tər keçin görək, bir tər keçin görək, bax. Nə qədər. Bax. Bax. Bir tər keçin görək. Elə olmaz, Olmaz, həqiqətən olmaz. Bax, hamısı şəhid yaxınlarıdır, əziz izləyicilər, gəliblər bura. Bax, mən bunu keçin, bax, burada görün bunlar şəhid yaxınlarıdır. Ağsaqqal, siz bu haqda nə deyə bilərsiniz? Bax, indi ağsaqqallar gəlir də, ağsaqqal adamsınız. Buradan keçə bilirsiniz. Ha, bax, əziz izləyicilər. Burada bəs bu qadınları, yaşlı adamları bunlar fikirləşmirlər ki, buradan bu şəhidlər xiyabanını ziyarət eləmək üçün hardan keçməlidir bu cəmaət? Allah canınızı sağ eləsin, var olasınız ki, bax onu deyirsiniz. Yox da qardaşım, fakt belə şey olmaz axı. Budur, ana yaşlı insandır, buradan necə keçməlidir axı? Çox keçə bilmir. Nəysə, mən keçirəm 65 yaşım var, amma qadını, uşaqları, balaları nəzərə almaq Qadın lazım. buradan nətər keçməlidir? Bəli, bəli. Əziz izləyicilər, deməli bu dəmir konstruksiya keçəndən sonra baba burada da belə bir dənə, bax bir dənə belə kanal var. Kanalda belə keçməlisən. Ziyarət, şəhidlər xiyabanı ziyarət eləmək üçün şəhid yaxınlarıdır. Gəliblər. Bax, ziyarət eləməyə. Hamısı çox çətinlik çəkirlər. Bax, buyurun sən Allah görün nə zulüm çəkirlər. Belə şey olmaz. Bax, burada şəhidin anasının o günü şəhidin anasının qucağında keçirlər orada. Allah haqqı mən baxdım, ürəyim ağrıdı.
Olmaz axı bu. Acınacaqlı vəziyyətdir. Bura Uzundərə şəhidlər xiyabanıdır. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Amin, amin. 92-93-cü ildə burada getdik, təxmin elədik. Mən heç rəhmətli atamın məzarını da tapmamışam. Valla boş yerə gətirib şəkil vurmuşam. Sən qədər. Hə. Evdə işidə. Salamatçılığı. Allah hər birinə rəhmət eləsin. Bir yerdə tanklandırmışlar. Məkanlar cənnət olsun. Allah hər birinizə rəhmət eləsin. Valla. Ha. Əziz izləyicilər. Bu da mənim atamın şəklini vurmuşuq bura. Boş yerə vurmuşuq. Məzarını hələ tapmamışam. Allah sağ rəhmət eləsin ata. İnşallah indi dövlət qurumlarına da müraciət eləmişəm. Yəni DNT analizi ilə atamın məzarını tapam. Allah rəhmət eləsin. Novruz Şəmsəddin Cüroğlu. Qəzənfər, Allah baş günü kəndindəndir. Abdullayev Vələdi, baş günü kəndindəndir. Mustafayev Xudat İbrahimoğlu, baş günü kəndindəndir. Allah hər birinə qəni rəhmət eləsin. Şəhid Əliyev İnqilab Əliyevoğlu. Allah hər birinizə rəhmət eləsin. Bu Sarı Kişiyev Altay Vaqifoğlu'dur. Atamın döyüş yoldaşı. Allah sağ rəhmət eləsin. Ay Altay qəni rəhmət eləsin. Hər birinizə Allah rəhmət eləsin. Bax. Uzundərə şəhidlər xiyabanıdır. Buranı da bax. O talaq basıb gedir. Yəni bu aidiyyəti qurumlardan da xahiş edirəm ki, bu Ağdam rayonunun ərazisidir bura. Buranı gəlsinlər bir ot biçən nəzərlə, bura bir əl gəzsinlər, buranı bir təmizləsinlər. Bu şəhidlər bizim qürur yerimizdir. Bu belə olmaz. Bura gərək, bura təmizlənməlidir. Çox bax, ot zad basır. Ot zad basır. Allah hər birinizə rəhmət eləsin. Allah rəhmət eləsin. Cavodov Ərəstun. Kattır çalalım oldu. Allah səni rəhmət eləsin. Qalıcımı buradan tutub adiyyəti qurumlardan xahiş eləyirəm. Bura Ağdamın ərazisidir, Uzundərə şəhidlər xiyabanı. Buradan müraciət eləyirəm Ağdam rayonu icra başçısı Vaqif müəllimə. Bu kompozun işçilərini gətirələr. Bax, burada ot biçən nəzərlə bu şəhidlər xiyabanını təmizləyərlər. Xahiş edirəm hər birinizdən. Adiyyəti qurumlar. Görün nə qədər adam gəlir bugün bura. Nə qədər insan gəlir. Təəssüflər olsun ki, o dəmir maniyədən keçə bilmirlər. Ondan əlavə ot zad basıb bura. Bax, Ağdamın icra başçısı. Bax, burada o komkozun işçiləri, nə bilim, böyle o yaşıllaşdırmanın. Gəlin, bax, burada ot biçəndən buranın bir dənə əl gəzdirin, təmizləyin. Hamımız dinəndə deyirik ki, şəhidlər bizim üçün qürur mənbəyidir. Şəhidlər bizim baş tacımızdır. Amma baş tacımız bu önləri otun alağın içində qalıb. Ne olar ki, burada bircə saatlıq, 2 saatlıq iş var. Ay dövlət qurumları, Ağdam rayonu icra hakimiyyəti. Bir dənə bura gətirin, ot biçəndən zaten. Gətirin, tökün bura, buranın bir təmizlənsin, ne olar? Xahiş edirəm sizdən. Bax, əzizləyicilər, gör nə qədər,
Gör nə qədər insanlar gəlib bax. Gəlir şəhidlər xiyabanı ziyarət eləyir. Amma təsvirlər olsun ki, baba dəmir maniyədən görün nə əziyyətlə keçirlər. Və bu şəhidlərin 80 yaşında anaları var. Qohum əqrəbəsi var. Bax buradan nətər gəlsin keçsin. Allah haqqı acınacaqlı bir vəziyyətdir bu. Vallahi şəhidlərə xiyabanına yol olmamaq nə deməkdir? Böyük bir yavırçılıqdır. Çox böyük bir yavırçılıqdır. Bax mən söz tapmıram, nə deyəm. Sağ olun, var olun. Vallahi indi adiyyəti qurumlar görək. Mən bu haqda cənab Nazir, Daxili İşlər Naziri Vilayət Eyvazovunda Kardeş onu açıklandı. ayın ikisində Buraya ya şahit anaları gelir, koza yaşlı. Qəbulunda Ben oldum. ona gün keçdim. Onlar- Sadece şekilde gördüm eziyetçediniz. Kömək Bir istəyir. dansın. Bura ne ola bir tane? Yıxılmışdım hemen zorla belə. Ha. Birinci sen buranı bəli. Cənab Nazir də dedi kömək edəcək. Gedib Kamerski evləti. Mən bu ayın ikisi Daxili İşlər Naziri Vilayət Eyvazovda gəlmişdi, sağ olsun. Ərizə ilə müraciət elədim. Mənə dedilər ki, köməkdarlıq olunacaq bu yol açılmasına. Ne vaxt olacak? Bu Ha, ne şeydi? Bura Yox, asfalt salmaq lazımdı. deyir yaxınlarda Belə olacaq. kəsib oradan bir Ha. də olacaq. Gözümlə görmüşüm şəhid anası qoca yaşlı gəlib Nədə? orada baxıb ağlayıb zulüm ki mən balamın qəbrisinə gedib sata bilmirəm. Oğul. İlanlıqların arası var, bayaqlar neçə ilan keçdi ayağımızın altından.